Peyğəmbər sallallahu aleyhi ve sellem sahih hədisdə buyurur ki, İnnə min ibadallahi lə unəsən məhum bi ənbiyə və lə şühədə. Allahın qullarından bir toplum insanlar var ki, nə onlar peyğəmbərlər deyirlər, nə də şəhidlər deyirlər. Nə peyğəmbər deyirlər, nə də şəhidlər deyirlər. Lakin qiyamət günü onları peyğəmbərlər də qısqanacaqlar, şəhidlər də qısqanacaqlar. Peyğəmbərlər onların Allah qatında olan məqamına görə peyğəmbərlər onları qısqanacaqlar. Şəhidlər də onları qısqanacaqlar. Ki bunların Allah qatında nə uca məqamları var. Allahın yanında bunların nə böyük hörmətləri var. Əziz qardaşlarım, Peyğəmbər salsam deyir ki, o insanlar nə peyğəmbərlər olmayacaqlar, nə də şəhidlər. Sahabələr soruşurlar ki, görəsən, bunlar nə əməl sahibləridir? Nə peyğəmbərlik nəsib olmayıb onlara, nə də Allah yolunda şəhid olmaq nəsib olmayıb. Hansı əməl sahibləridir ki, onları bu əməl sahibləri qısqanacaqlar. Dərhal bu fəzilətli əməl soruşmaq üçün sahabələr deyirlər ki, ya Rasulullah, onlar kimlərdir? Hansı əməl sahibləridir? Onlar haqqında bizə məlumat ver. Onları bizə bildir. Peyğəmbər s.ə.v buyurur, deyir ki, onlar o qovumdular ki, bir-birlərini Allah üçün sevərlər. Alə qayri ərhəmin beynəhum, ortalarında qohum əqrabalıq olmadıqca, yəni ki, aralarında qohum əqrabalıq olmaya. Onlar bir-birlərini Allah üçün sevərlər, qohum əqrabalığa görə deyil. Və lə əmvalin yətəatəğunəhə, nə onların arasında mal alış-verişi olmayacaq, nə onlar bir-birlərini qohum əqrabalığa görə, xalamamalığa görə, dayı əmliyə görə, qohum əqrabalığa görə sevməyəcəklər bir-birlərini, nə də mala ata görə. Yəni, mən sənə mal pul verirəm, sən də məni ona görə sevirsən. Mən sənə iş verirəm, sən də ona görə sevirsən məni. Və yaxud mən sənə ona görə sevirəm ki, sən mənim işlərimi düzəldirsən. Buna görə olmayacaq deyir onların sevgisi. Nə qohum əqrabalığa görə, nə də ortalarında alış-veriş üçün mala görə. Buna görə olmayacaq deyir onların sevgisi. Fəvallahi, and olsun Allaha deyir. Bir-birini o Allah üçün sevən qovmun üzləri qiyamət günü nur olacaq deyir. Və innəhum alə nur, onların yolları da nur olacaq. Onlar nur üzrə olacaqlar. Lə yəxafunə idə xafən nəz. O gün insanlar o günün dəhşətindən qorxduqları zaman onlar deyir, qorxmayacaqlar. O günün qorxusundan əmin olacaqlar. Və lə yəhzənunə idə həzinən nəz. İnsanlar qəmləndiyi günü, insanlar kədərləndiyi günü Allah deyir onları kədərləndirməyəcək. Sonra Peyğəmbər s.ə.v bu ayəti oxuyur. Ələ innə əvliyə Allah lə xavfun aleyhim və ləhum yəhzənun. Həqiqətən Allahın övliyaları o gün nə qorxmayacaqlar, nə də qəm, qüssə, kədər içində olmayacaqlar. Yunus surəsi 62-ci ayə. İxlasla.com saytı tərəfindən təqdim olundu.